Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün Göyçay rayonu Ləşçıplaq kəndindəyik. Artiris firmasının 5004 kodlu pomidor çeşidinin sınaq üçün əkdirmişdik. Burada baxmağa gəlmişik. Bir dənə yaxından çək buranı qardaş. Tam gübrəsiz olaraq məhsul yetişdirilibdir. Tam gübrəsiz. Məhsulun standart razmeri, yəni nəzərə alaq ki, gübrədən istifadə olunmayıbdır. Mandaqların, pomidorun norması, meyvə tutumu, təpə nöqtəsini çək bir dənə. Deməli, təpə nöqtəsində belə meyvənin normal şəkildə, buranı da çək, normal şəkildə tutumu. Kasıb parni idi. Mən həmişə deyirəm ki, mənim işim kasıblardandır. Allah kasıblara bərəkət versin. İnşallah hal-hazırda bu məhsulun, yəni rənginə də baxa bilərsiniz. Bu məhsul üçün hal-hazırda İnşallah danışıqlar gedir. Bu məhsulu Azərbaycanda Mərkəz Aran bölgəsində əkdirəcəyik. Super rəngi var. Razmeri də, böyüklüyü də, yəni çox gözəldir. Mandaq sayı da normaldır. Xeyirli uğurlu olsun. Allah hər kəsin malına bərəkət versin. İndi görün bu məhsula gübrə verilsə nə olar, nə tər olar bu mal. Allah xeyir versin. Xeyirli olsun, bərəkətli olsun inşallah.